Deməli, uşaq vaxtı yediyimiz pryanikləri siz hazırlayırsınız. Mənə maraqlıdır Sahib bəy, siz niyə bamiyadan başladınız? Demək olar ki, təsadüfən elə bir fikrimə düşdü. Daha çox da Zaqatalaya məxsus olan bir şirniyyat olduğuna görə bamiya özü kimi şirin gəldi. Necə oldu bu sahəyə başladınız? Hər bir iş adamının başdan başlama bir hekayəsi var. Bizim də bir özümüzə bir məxsus bir hekayəmiz var. Eşidək. Yəni, bu 90-cı illərdən başlayan bir hekayədir. O vaxtlar düzdür, başqa elə bir xırda ticarətlə məşğul idim. Amma həmişə fikrimdə, beynimdə istehsal olubdu. Çalışmışıq ki, birinci növbədə qazancıq, birinci növbədə keyfiyyət maraqlı olubdu. Zaqatala bamiyası nəyə görə adlandırılır? Çünki Zaqatala ustaları tərəfindən bamiya şərbətə qoşulur. Ən çox mənim yadıma gəlir, uşaq vaxtı belə biz bazardan ən çox alırdıq onu. Bəli. Bazarda onun sexi var idi. Hətta bazardakı sexdə mənim atam da bir vaxtı düzdür o istehsal ilə məşğul olmayıb, sadəcə olaraq nəzarətçi kimi bir işlədici kimi oranın Sizin bu göz aşinalığınız o tərəfdəndir onun. Bəlkə də bilmirəm qismət olubdu. Yəni elə bir nəyimiz olmayıb. Atam ticarətçi olubdu. Bamiyanın bişirmə texnikasını yiyələnib, özünüz hazırlayıb, sonra da özünüz satışını eləmisiniz. Sonradan necə oldu mağazaya keçdiniz satışına? Bu artıq bir biznesdir də. Çünki biri var ki, sexdə kimdənsə getdiniz, aldınız, satdınız, bu satışını həyata keçirməkdir. Ancaq öz biznesinizi qurmaq mənə maraqlıdır ki, o biznesi necə qura bildiniz? Özüm bişirirdim, aparırdım o bazarda, verirdim satsınlar deyə. Sonra yavaş-yavaş artdıkca, yəni özüm bişirirdim, göndərirdim bazara. Düz rəqiblərim də var idi. Onlarla anlaşan vaxtlarımız da olubdu, anlaşmayan vaxtlarımız da olubdu. Yəni enişli, yoluşlu işlər yəni bamiyada çox olubdu. Siz bamiyadan sonra təndir işinə də başladınız. Çörək. Bamiyadan sonra əslində kürə işinə başladım. Aha, kürədə kürə çörəyi bişirirdik. Əvvəl yerli təndirlər salırdıq, bu torpaqla. Sonra gördük ki, o uyğun gəlmir. Çox tez dağılır və onun tez də daşları çıxır, çörəyin altında qalır. Ona görə yeni bir tikilmə üsulu ilə olan təndirlər. Bu dövrdə kimdən dəstək alırdınız? Məsəl üçün deyirsiniz, yeni texnologiya tapılırdı biz. Axtardım ancaq. Özünüz araşdırırdınız. Araşdırma, axtarma. Çətin olan proses elə burasıdır. Çünki yəni həmişə yəni belə deyim də həmişə plan qurmuşam, həmişə axtarmışam, ya başqa bir rayona gedəndə, başqa bir dövlətə gedəndə ki, həmişə çalışmışam ki, getdiyim yerdə özümüzün işinə aid nəsə tapım. Tapım ki, nəyisə biz gətirib öz yerimizdə həyata keçirə bilək.